Azərbaycan Kinematografçılar İttifaqı 29 aprel 1 may tarixində Qəbələdə Kino Günləri layihəsini həyata keçirib. Layihənin ilk nümayişi 29 apreldə rejissor Zaur Qasımlının Tağıyev Neft tammetrajlı bədii filmi olub. Neftin tərkibi. Neftin tərkibi nə ola bilər ki? Daşdan çıxan yağlar var. Kinotənqidçi və layihənin moderatoru Aygün Aslanlı layihə və film barəsində tamaşaçılara məlumat verir. 4 ildir biz Azərbaycanın bölgələrini gəzirik və yeni Azərbaycan filmlərini, son illərdə çəkilən müasir Azərbaycan filmlərini bölgə insanlarımıza tanıtmağa çalışırıq. Amma sonunda öz məqsədinə çatması, o məktəbi açması haqqındadır. Biz bugün birinci filmə baxacağıq, Tağıyev Neft filminə baxacağıq. Qəbələ Mədəniyyət Mərkəzinin nümayəndəsi Anar Rüstəmli layihənin və kino sahəsinin əhəmiyyətindən danışıb. Hansısa bir fikri, hansısa bir problemi, hansısa bir məsələni eyni zamanda təsəvvür edin ki, musiqi ilə, məkanla, aktyor oyunuyla, danışıqla, hamısı bircə biz o informasiyanı əldə edə bilirik. Nümayişdə Tağıyevin yaşlı obrazını canlandıran xalq artisti Qurban İsmailov da iştirak edib. Bu filmden çok böyle əziyyət çəkilib. Başta Bakı Media Mərkəzinin təsisçisi Arzu xanım Əliyeva, sonra prodüseri Orman Əliyev, rejissor Zaur Qasımlı. Gördüğünüz gibi böyük bir maliyyə sərf olunub bu filmə. Bunu eləmək indiki dövrdə doğrudan da böyük qəhrəmanlıqdır. Və burada 4 filmli və Aygün xanım sizə məlumat verdi. Bu film çəkilən vaxtı aktyorlar hamısı Azərbaycanlı demək olar. Hətta rayon teatrlarının aktyorları belə hamı məşğul idi. Bu filmi bizə bəxş edən insanlara gözəl bir alqışlar xahiş edirəm. Təşəkkür edirik. Alqışlarınızın qarşısında baş əyirik, sizin qarşınızda baş əyirik. Təşəkkür edirəm. Nə əziyyət çəkilirsə, gələcək nəslə ötürülmək üçün çəkilir. Və bu da bir tarixin bir səhifəsi olaraq geçsin, gələcək nəsillərə bir tarixi, bir yadigar olsun bizlərdən. Hoş oldun, uğurlarınız bol olsun. Təşəkkürlər. Günün ikinci seansında rejissorlar Emin Əfəndiyevin Tənha İnsanın monologu və Qula Əsgərovun Hasar qısa metrajlı bədii filmləri göstərilib. Bunu mən xeyir kimcə saxlamışım. Filmlərin nümayişindən sonra müzakirəsi keçirilir. Rejissor işi var, sənət əsərləri, müəyyən məqamlar var. Onu görmək istəmirik. Ana mən sizinlə icazə verir, razılaşmayacağım. Biz 3 ildir gəzdiyimizə görə mən bölgələrdən indi Qəbələdə daxil bayaqda gördük. Tamaşaçılar çox yaxşıdır. Sadəcə bu filmləri görmək imkanları yoxdur. Və iş gününün ortasında iş güç adamlardılar. Biz orada maraqla baxırdı və şəhbət edirdik. Sadəcə biz istəyirik ki, əslində mən keçən dəfə də demişdik. Yaxşı olarmış ki, burada kinoteatrlar olsun ki, insanlar özləri boş vaxtlarında gedib baxabilir.